kütləsi 13.904 qram olan bir zəncirli zülal molekulunda radikalların kütləsi 6.774 qramdır. Bu molekulda radikalsız hissələrdə karbon ilə oksigen arasında olan rabitələrin cəmi neçə olar? Zülalın ümumi çəkisi 13.904-dən, radikalların ümumi çəkisi 6.774-ü çıxırıq və zülalda radikalsız hissələrin ümumi çəkisini tapırıq. Edir 7.130 qram. 7.130-dan birinci və sonuncu amin turşularda olan 110-dan artıq kütləni, yəni 1 və 17, ümumi 18 qramı çıxırıq. Bərabərdir 7.112 qram. Bildiyimiz kimi, zülal zəncirində bir amin turşunun kütləsi 110-dur. 110-dan bir amin turşudakı radikalın kütləsi 54-ü çıxırıq və bir amin turşudakı radikalsız hissənin kütləsini tapırıq. Edir 56. Zülalda radikalsız hissənin ümumi kütləsi 7.112-ni bir amin turşudakı radikalsız hissənin kütləsi 56-ya bölərək amin turşuların ümumi sayını tapırıq. Amin turşuların ümumi sayı edir 127. Bizə sualda bu molekulda radikalsız hissələrdə karbon ilə oksigen arasında olan rabitələrin cəmi soruşulur. Zülal zəncirində bir amin turşuda karbon ilə oksigen arasında 2 rabitə var. Yalnız sonuncu amin turşuda karbon ilə oksigen arasında ümumilikdə 3 rabitə var. Onda radikalsız hissələrdə karbon ilə oksigen arasında olan rabitələrin cəmini tapmaq üçün amin turşu sayı 127-ni 2-yə vururuq və sonuncu amin turşuda olan karbon ilə oksigen arasındakı bir artıq rabitəni üzərinə gəlirik. 127 vurulsun 2 üstəgəl 1 bərabərdir 255 rabitə.